Dərsimiz əvəzlikdir. Əvəzlik nədir? Əvəzlik bütün əsas nitq hissələrini əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Bütün əsas nitq hissələrinə. Desə ki, bütün nitq hissələrini əvəz edir. Bu yanlışdır. Çünki bütün əsas nitq hissələrini əvəz edir. Köməkçini əvəzlik əvəz edə bilməz. Məsələn, misal deyək. Deyirəm ki, Selcan, sənin adı götürdük. Selcan gəldi. Baxın, Selcan isimli gəldi feildir. Mən istəyirəm ki, ismi əvəzliklə əvəz edəm. Selcan gəldi. Deyirəm ki, o gəldi. Selcan isimdir, kim sualına cavab verir? O gəldi, kim, o ismi əvəz etdi. Yəni, bütün əsas nitq hissələrini əvəz edə bilir. Bu belə. Gəldi ki, əvəzliklər qurulursa şərti olaraq üç cür olur, şərti olaraq. Çünki nəyə görə şərti olaraq vurğulayıram? Əvəzliyin leksik şəkilçi olmadığına görə bunu elmdə şərti olaraq keçir. Şərti olaraq qurulursa üç cür olur. Sadə, düzəltmə, mürəkkəb. Sadə əvəzlik, baxın, sadə əvəzlikdir. Düzəltmə əvəzliyə misal deyim, tutaq ki, neçənci, kimsə, bu düzəltmə əvəzlikdir. Mürəkkəb əvəzlik, məsələn, filan kəs. Bu mürəkkəb əvəzlikdir. Belə.